Eyvah, salam, necəsiniz? Keyfiniz, əhvalınız necədir? Bəli, bəli, bugün hikayə dinləmə günüdür. Yanınızda çayınız və ya kofeniz varsa, həm mən hikayəmə qulaq asarsınız, həm də çayınız və ya kofenizi içərsiniz. Hikayə dəftərini götürün, baxın, görün sizə nə hikayə danışacaq. İndi siz yazacaqsınız ki, Ayşə xanım, siz dəftəri oxuyun. Bəli, oxuyuram. Çünki bu qədər hikayəni necə ağla saxlaya bilim? Nəsə, hazırsa hikayəni başlayan bu çamı için və hikayə başlayayım. Hikayə çox uzundur, vaxtınızı alacaq. Başlayacaq hikayəni. Namaz qoysa başlayacaq. Nəsə. Bir evdə oğru görür ki, evdə yaşlı və zəif bir qadın var. Qadın da baxır ki, oğru cüssəlidir. Səsini çıxarsa, bir dəfə yıxılacaq, o da elə qalacaq. Televizyon, kompüter, iri əşyaları toplamağa başlayır. Qadın səslənir. Ay bala, bu əşyaları nə edirsən? Görürəm, belini də tutursan, deyəsən ağrıyırsan. Mənim bir neçə əsirqam, üzüklərim var. Ondansa gəl bunları apar. Oğru deyir, Allah səndən köməyin olsun. Neçə ildir bu işi görürəm, hələ belə bir təklif eləyən olmamışdı. Yaşlı qadın qızılları çıxaraq əllərindən tutur, amma oğruya vermir və deyir, ay bala, gecə yuxumda qarışdırmışam, ağlımı bəş qarışdırıb. Gəl sənə yuxumu danışıb, bəlkə sən bir mənə çıxartdın. Sonra bu qızları alarsan, çıxıb gedərsən. Oğru razılaşır və qadını dinləməyə başlayır. Nə olacaq sizcə? Yedimə adında yazarsınız. Nəsə. Oğru yuxumda gördüm ki, qayıqdan üzürəm, birdən buruluğa düşürəm. Qışqırıb oğlumu köməyə çağırmağa başladım. Ay Sabir, hardasan? Ay Sabir, kömək elə, ay Sabir. Sən demə, qadını oğlu Sabir üst mərtəbədə yatırmış. Səsə oyanıb Sabir oğrunu salır ayağın altına və vurmağa başlayır. O qədər deyir ki, qadın oğruya yazığı gəlir və oğlundan deyir, Sabir, bəsdir, vurma. Oğru zarıya deyir, qoy vursun ay xala. Qadın soruşur, niyə vursun? Oğru deyir, qoy vursun ki, mənə dərs olsun. Mən buraya oğruya gəlmişəm, yoxsa yuxu yazmaya. Sizcə bu hikayədə nə demək istəyir? Siz də bu hikayədən nə anladınız və
Nə dərs çıxartdınız videomun altında yazasınız. Mən anladığımı deyim. Əziyyətdən faydalanmaq üçün yaradıcı yollar da daim var. Çünki insan zehni faydalanmaq bilgiləri var və bu bilgilər insanın həyatında və növünü davam etdirmək üçün olduqca zəruridir. Hər kəs, hər vəziyyətdə burada mənim üçün nə var şəkildə baxır. İnsanlardan faydalanmaq istəyirsə, insanları hədəflərini bilməlisiniz. Deyir Kornejenin gözəl bir sözü var. Mən sizə hər şey edə bilərəm. Sonra əlavə eləyir. Ancaq siz istədiyinizi verdikdən sonra bir insanı çox gözəl auranız varsa və qarşınızdakı auranızı verə bilirsə, insana daim sizinlə söhbət edirsə, sözünüzü deməkdə məqsədiniz nədir? Onun əhvalınızı yüksək dərəcə əvvəl ona hər hansı şəkildə faydalanmaq istəmirsinizsə, biznes danışmaqla sosial ünsiyyət münasibətinizi bütün formada maddi və qeyri-maddi faydalar əldə etmək üçündür. İbadət edərkən cənnətə düşmək istəmərsinizmi? Faydalanmanın yanaşmasıdır. Yəni, qarşı tərəfdə fayda verərək əvəzində faydalanmaqdır. Faydalanmaq üçün ustalaşmalısınız. Bunun üçün fürsətləri görməyənlər təhlükələri görərlər. Və bu hikayə burada bitdi. Bu dəfə qamus fontu olmadı. Bəlkə də oldu. Ayşın oldu mu? Olmadı mı? Ayşın oldu. Həm hikayə danışdın, həm qamus fontu oldu mu? Burax da Ayşın. Videonu baxanlar, hikayəni dinləyənlər qərar versinlər. Yəni, həm hikayə və qamus fontu oldu mu? Yoxsa sadəcə hikayə oldu mu? Videomun altında yazın. Siz bu hikayədə nə anladınız və nə dərs çıxartdınız? Videomun altında yazın. Bir də balaca düymə var ya, çıxılır, tık deyə dırnaq boyda olar. Onu deyə düymə basın, mənim kanalıma abunə olun, videomu bəyənməyi, kanalıma abunə olun, videomu paylaşmayı unutmayın. Özünüzə yaxşı baxın. Bye bye.